Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri bu cür gözəl, xeyirli məclisdə cəm edib topladı. Həqiqətən də Allah Teala istədiyini yaradandır, istədiyinə isə üstünlük, fəzilət verəndir. Allah Teala ayları yaratmış, onların arasında ən üstün, ən fəzilətli ay Ramazan ayını seçmiştir. Allah Teala məclisləri yaratmış, onların arasında ən üstün, ən fəzilətli elm məclislərin seçmiştir. Allah Teala süfrələri yaratmış, onların arasında ən əzəmətli, ən fəzilətli iftar süfrələrin etmiştir. Allah Teala günləri yaratmış, onların arasında ən üstün, ən fəzilətli Zilhiccə ayının ilk 10 günün etmiştir. Allah Teala gecələri yaratmış, onların arasında ən əzəmətli, ən üstün Ramazan ayının son 10 gecəsi etmiştir. Ona görə bizlər bugün Şaban ayı kimi əzəmətli bir ayda bu cür xeyir, fayda məclisində cəm olub toplanmağımıza görə Allah Teala'ya sevinməli, fərəh hissi keçirməliyik. Hamısı aləmlərin Rəbbi olan Allahın müvəffəqiyyəti ilədir, qardaşlar. Allah Teala buyurur: "Ləv ənfəqtə mə fil ardı cəmiən mə əlləftə beynə qulubihim." Sən yer üzərində olan mal mülkün hamısını xərcləsən, onları bir yerə toplayıb cəm edə bilmərsən. Allahu əlləfə beynə. Onları bir yerə toplayıb cəm edib, bir-birlərinə qarşı sevgini, mərhəməti qoyan aləmlərin Rəbbi olan uca Allahdır. Bizə bura toplayan, bura cəm edən, bizi qardaş edən, eyni əqidədə, mənhəcdə, namazda, orucda, zikirdə, duada edən aləmlər Rəbbi olan uca Allahdır. Nə qədər xərcləsək də biz buna nail ola bilmərik. Allah Teala bizlərə salih bəndəsi Şuayb aleyhissalamın dili ilə əzəmətli bir dua öyrədir. وَمَا تَوْفِيقِ إِلَّا بِاللّٰهِ Mənim müvəffəqiyyətim ancaq Allahın sayəsindədir. Məni müvəffəq edən Allahdır. Aleyhi təvəkkəltu, mən ona təvəkkül etdim və ileyhi unib. Mənim qayıdışım da onadır. Bizi müvəffəq edən Allahdır. Allah Teala bunu da ancaq sevdiyi, seçdiyi, üstün bildiyi şəxslərə bəxş edir. Heç də hamı imanla, İslamla şərəflənmir. Namaz, oruc, zəkat, hac, ümrə qismət olmur hamıya. Elm öyrənmək, elm üçün səfərə çıxmaq, elm məclisində iştirak etmək, hətta möminlərdən hamıya qismət olunur. Allah Teala onu sevdiyi, seçdiyi, haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Ona görə fərəh hissi keçirmək, Allah Subhanahu və Teala'ya dua zikir etmək. Həqiqətən də elm məclisləri bu dünyadakı cənnət bağçalarıdır. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları, yəni ibadətləri asanlaşdırır. Elm öyrənmək üçün gələn şəxsin ayağının altına mələklər qanadları razılıq əlaməti olaraq sərirlər. Allah Teala elm məclislərində oturanlar ilə səma əhlinin yanında övünü fəxr edir. Onların adların, ataların adları ilə bərabər çəkir. Kim elm məclislərində iştirak edirsə, Allah Teala onun günahlarını bağışlayır. Mələkləri şahid gətirərək, mən onları bağışlayıb, onları əfv etdim. Hətta elm öyrənmək üçün gəlməyən bir şəxs olsa belə, ola bilsin, məclisin qutarmağını gözləyir,
Ola bilsin, məclisdə kimləsə işi var. Allah Teala deyir, şahid olun, mən onu da bağışladım. Ona görə ki, elm məclislərində oturub iştirak edən şəxslər ilə yoldaşlıq eləyən şəxslər bədbəxt olmazlar. Qardaşlarım, İslam dini olduqca xeyirli, faydalı əməlləri özündə cəlb edib toplayır. Bu xeyirli, bu faydalı əməllərdən biri də insanlara yemək yedirtmək, onlara sular içirtməkdir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'den soruşurlar, ya Resulallah, eyyül İslami hayr. Hansı İslam daha xeyirlidir? Bir insanın hansı müsəlmançılığı daha xeyirlidir? Qale, tut'imut ta'ame ve teqra'us selame ala men a'rafte ve men lem ta'rif. Yemək yedirtməyi, tanıdığına və tanımadığına salam verməyi. İki əməl zikr olundu. Tanıdığına və tanımadığın insanlara salam vermək, salamı qoruyub saxlamaq, bir də qardaşlarım, insanlara yemək yedirtmək, onlara su içirtmək. Rasul sallallahu aleyhi ve sellem bir hədisində buyurur, sizə günahların bağışlanıldığı, dərəcələrin artdığı əməllər haqqında xəbər verilmir. Sahabələr deyirlər, bəli ya Resulallah. Nədir o günahları bağışladan, insanın dərəcələrini artıran əməllər? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, gözəl söz danışmaq, qardaşının üzünə təbəssüm etmək, bir də insanları yedirdib onları içirtmək. Allah Teala Kur'an-ı Kerim'de əsl müminlər haqqında danışanda buyurur ki وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Onlar özləri xoşlamalarına baxmayaraq, yəni özü onların xoşuna gəlir, fağırı, miskini, yetimi yedizdirirlər. Sonra deyirlər ki اِنَّمَا نُطْعِمُكُمْ لِوَجِهِ اللّٰهِ La nuridu minkum ceza'an ve la şukura. Biz sizi Allah'a xatir edirik, yedirdirik. Əvəzlə nə təşəkkürlə, nə sağ ol, eşit istəmirik. Əsl müminin xüsusiyyətindən qardaşlar. Peyğəmbər s.ə.v buyurur ki, qonaqpərvər olmayan insanda xeyir yoxdur. Çalışmaq lazımdır ki, ayda bir dəfə, çox yox, evimizə toplaşağın qardaşlarla, onlara ikram eləmək, qonaqpərvər olmaq. Elm əhli olsa, zikr məclisi olsa nə yaxşı. O evə mələklər gəlib, orada iştirak edirlər. Qanadları ilə o məclis düz-səmaya qədər əhatəyə alırlar. Həm sən özün faydalanırsan, həm də ailə, uşaqlar indidən bu cür tərbiyə alırlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur, Leysel birra en tuvallu vucuhakum qibelel məşriqi vel məğribi. Yaxşı əməl, üzünü məşriqə və ya məğribə tərəf çevirməyin deyildir. Vələkinnəl birra, lakin yaxşı əməl sahibi, mən əmənə billahi, Allaha iman gətirən, və mələikətihi, mələklərinə iman gətirən, və kutubihi və rusulihi, kitablarına və elçilərinə iman gətirəndir. Və sonra orada Allah Teala buyurur, özü xoşlamağına baxmayaraq, başqalarına o xoşladığı şeylərdən verən şəxslər. Bax, bununla insan yaxşı əməl sahibi olur. Xüsusən də qarşıdan mübarək Ramazan ayı gəlir. Hansı ki, biz artıq bir neçə gündən sonra əzəmətli qonağa daxil olmuş olduq. 11 ayda yolun gözləyirdik. 11 aydan sonra bu əzəmətli mübarək ay gəldi. Amma qardaşlar, cəmi bir ay, sayılı günlərdən ibarət olan bir ay. Bir aydan sonra yenə çıxıb gedəcək. Allah Teala Ramazan ayı haqqında əyyəmən mə'dudət, sayılı günlərdən ibarət olan bir aydır. Ona görə çox yaxşı qiymətləndirib dəyərləndirmək. Elə Ramazan ayı İmam Zuhri rahiməhullah deyir ki, Quran oxumaq, iftar vermək, insanlara yemək yedirdib su içirtmək ayıdır. Ramazanda da cəmaat olmağı, mehribançılığı, qardaşlığı
qoruyan, ayaqda saxlayan xüsusiyyətlərdən biri də bax bu cür məclislərdir. Həris olmalıyıq. 30 gündür. Biz də 30 aylıyıq. Adama bir dəfə iftar versək, bir aya bir dənə iftar düşür. İlə bir dənə iftar düşür hətta. 365 günün bir günün ayırırsan, salırsan Ramazan ayına, Ramazan iftarı məclis edirsən, cəmaatı da dəvət edirsən. Peyğəmbər s.ə.v buyurur, kim bir oruç tutana iftar verərsə, orucaşlı edərsə, ona o oruç tutanların savabı qədər savab yazılır. Nə qədər adam var? 1, 10, 20, 30, 40 və sənin savabından da heç nə eksilmir. Fərz elə bir oruc, həmin günü əlavə 40 nəfər varsa 40 nəfərin orucunun savabı. Yəni, qardaşlar, bu ilin hər ayında deyil. İldə sadəcə bir gündür. Ramazandan seçirsən, əvvəlindən, ya ortasından, ya da sonundan. Seçirsən və demək, bu xeyirli əməli edirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm evində orucaşlı verən şəxslər üçün əzəmətli bir dua öyrədib bizə. Əftara indəkumus saimun və əkələ ta'amukumul əbrar və sallət aleykumul mələikə. Oruç tutanlar sizin evinizdə iftar açsınlar, yeməyinizi yaxşı adamlar yesin, mələklər sizin üçün Allahdan bağışlanma istəyib Allaha dua etsinlər. Bu cür gözəl əzəmətli dua. Əzbərləmək ki, Ramazanda qardaşlarımızın evini ziyarət edib, orucaşlılara gedəndə bu duanı oxuyaq. Bilal İbn Rabahdən Peyğəmbər sallallahu aleyhi və səlləm əzəmətli bir dua öyrədib. Allahümmə at'imnə mən at'amənə və əsqinə mən əsqanə. Allahım, bizi yedirdənləri sən yedird, bizi içirdənləri sən içird. Haqqıdır ki, ev əhlinin biz o duaları ona edək. Biz o duaları onun üçün edək. Ramazan ayı xeyir işlərdə yarışmaq ayıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ilin hər ayı Qur'anı Cəbrail əleyhissalama bir dəfə oxuyurdu, Ramazanda bunu 2 dəfə edirdi. 2 dəfə oxuyurdu. Çoxlu Qur'an-ı Kərim oxumaq. Rasul sallallahu aleyhi və səlləm səxavətli, əlaçıq insan idi. Ramazanda əsən küləkdən daha səxavətli, daha yumuşaq idi. Demək, 11 ay yığıb topladıqlarımızın sadaqasın, zəkatın, fitrəsin Ramazan ayında vermək. Ramazan ayı cəmaat olmaq, mehribançılıq ayıdır. Qardaşların elə ilk gecəsindən bu başlayır. Cəmaatla birlikdə oruç tutmağa başlayırıq. Cəmaat ayıdır. İlk gecəsində təravih, cəmaatla birlikdə təravih namazı qılmaq. Cəmaat ayıdır. İlk günündə iftar məclisi. Cəmaatla birlikdə nəsib olarsa haradasa qonaq olsun, nəsib olarsa məscidlərdə, nəsib olarsa iftar süfrələrində. Cəmaatla bərabər iftar edirik. Son 10 gündə fitrə zəkatları var. Cəmaatı gedib axtarırıq, tapırıq. Kasıba, yoxsula, ehtiyac sahiblərinə fitrələrimizi veririk. Axırıncı günündə orucumuzu açırıq. Sonra Şəvval ayının 1-ci günü səhər vaxtı cəmaatla birlikdə bayram namazımızı qılmaq. Cəmaat mehribançılıq ayıdır. Sonra bir-birimizi qucaqlayırıq, təbrikləşirik. Hamısı bunlar Ramazan ayının içərisində var. Ramazan ayı çoxlu Qur'an-ı Kərim oxuma ayıdır. Qardaşlar, Qur'an-ı Kərim bu ayda nazil olub. Şəhru Ramadan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı Qur'an-ı Kərimin nazil olduğu aydır. Bacardığımız qədər. Hər namazdan sonra 4 səhifə oxusaq, yəni 2 vərəq oxusaq, o yüzü. Günə bir dəfə bir cüz oxumuş olaraq. 8 dəfə oxusaq, yəni 4 dənə vərəyin yerini dəyişsək. Günə 2 cüz oxumuş olaraq. Ramazanın sonunda isə 2 xətim deməkdir. Yəni 2 dəfə Qur'an-ı Kərim başdan oxuyub bitirmək. Mütləq, bax bu Ramazan ayında bunu eləmək qardaşlarım. Ramazan ayında ən çox savab qazanan şəxs haqqında. Bütün bunları biz sayandan sonra
Axırda deyirik ki, bəs Ramazanda ən çox savabı kim qazanır? Ən çox savabı kim qazanır? Çox Quran oxuyanmı? Çox sədəqə verənmi? Çoxlu iftarlar verənmi? Yəni, kim qazanır? Bu sualı Peyğəmbər sallallahu aleyhi və səlləmə verirlər. Ya Rasulallah, eyyus saiminə əktəru əcran. Ey Allahın elçisi, hansı oruç tutanlar daha çox savab qazanır? Bütün oruç tutanlar eynidir. Yeməyi, içməyi, istək və arzuları tərk etməkdir. Lakin bunların içərisindən çoxlu savab qazananlar var. Qalə əktəruhum lilləhi zikra. Oruclu ikən Allahı ən çox zikr edən oruclular. Bax, budur qardaşlarım. Kim orucunda Allahı çoxlu zikr edirsə, bilsin ki, ən çox savabla hamını ötüb keçən odur. Daima dilimiz dua ilə, zikirlə, orucunun duası qəbul olur. Düz saxurdan iftara qədər. Ağzı bağlayandan ağzı açana qədər. Nə vaxt dua eləsə, Allah subhanətə onun duasını qəbul edir. Dualar, zikirlər daima dil Allahı zikr etməklə məşğuldur. Beləcə hamını ötüb keçəcək insan. Ən çox savabı da o qazanacaqdır. Ona görə özümüzə sevinək, fərəh hissi keçirək ki, Allahım bizi bu Ramazan ayına yetişdirdi. Madam bu Ramazan ayındasansa, artıq başqa Ramazan gözləmə. Demə, gələn Ramazan eləyərəm. Nə bilirsən o gələn Ramazan çalasa, yox. Madam bu Ramazandasan, bu sənə verilmiş bir fürsətdir. Fələ tantavirir Ramazanəl əxər. Başqa Ramazanı daha gözləmə. Allah subhanətə Allah bizlərə bu bir neçə gündən sonra gələcək Ramazan qonağını gözəl şəkildə qarşılamağı nəsib eləsin. Sevinək, fərəh hissi keçirdək. Ramazanın gecələrində Allah subhanətə Allah cəhənnəm odundan bəndələrini xilas edir, bizi onlardan etsin. Hər gecəsində biz niyyət axşamı gecəsindən artıq bu başlayır. O təravihlərdən artıq bu başlayır. Hər iftar vaxt cəhənnəm odundan xilas etdiyi bəndələr var. Allah subhanətə Allah bizi onlardan etsin. Dualarımız qəbul olsun, oruclarımız qəbul olsun. Allah subhanətə Allah səbrimizi, gücümüzü, qüvvəmizi güclü etsin və orucu ən çox pozan şeylərdən biri olan, ya pozan, ya da savabın azaldan əməllər ki var, o da dillə olan günahlardır. Yalan danışmaq, yalandan iş görmək, söz aparmaq, söz gətirmək, qeybət və s. və ilə axır. Peyğəmbər s.ə.v buyur ki, mən ləm yədə'a qavlə-zuri vəl-əmələ bihi vəl-cəhlə fəleysə lillahi həcətun fi ən yədə'a ta'amahu və şərabahu. Kim yalan danışmağı və yalanla iş görməyi tərgizməzsə və cahiliyanə hərəkətlərlə tərgizməzsə, Allahın onun ac və susuz qalmana ihtiyacı yoxdur. Yəni, o boyda orucdan səbəb edənə azlıq, susuzluq. Səbəb dilin elədiyi hərəkətlər. Həqiqi oruc dillə tutulan, göz ilə, qulaqla tutulan oruclar. Alimlər buyururlar ki, əgər insan orucun zədələməsə, o ona fayda verəcək. Oruc bir qalxandır. Əgər o qalxanı deşləməsən, sənə fayda verəcək. Nədir o orucun qalxanı zədələyən? Deyir, qeybət və söz aparıb söz getirir. Allah Teala bizi qorusun. Bu şeytanların zəncirləndiyi ayda, cəhənnəmin qapılarının hamısının bağlandığı ayda, cənnətin qapılarının hamısının açıldığı ayda. Hər gecə bir dənə çağırışçı çağırıb deyir ki, ey xeyir iş görmək istəyən, budur fürsət Ramazan ayı, ey şər iş görmək istəyən, heç olmasa Ramazanda özü yığışdır. Heç olmasa bunları Ramazanda eləmək. Allah kömək olsun, əziz qardaş. Allah Teala həmişə sənin bu evinə mömin, müsəlman, ibadət əhli, Allaha yaxın olan şəxslər gəlib geçsin, qonağın yaxşı adamlar olsun, yeməyi yaxşı adamlar yesin. Bu qapıdan, bu evdən həmişə xeyir, bərəkət olsun. Allah subhanət hala sənin günahlarını bağışlayıb səni əfv eləsin. Sən bizi yedirtdiyin kimi Allah da səni yedirsin. Sən bizi içirtdiyin kimi Allah da səni içirtsin. Bütün zəhmət çəkən qardaşlarımıza hazırlayan, pişirən, düşürən, gətirən, aparan Allah hamısına bərəkət versin. Ən gözəl, ən doğrusu Allah bilir. Subhanəkə Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt.
Estağfiruka ve atubu ileyk.